Loğman Aleyhisselam deyir ki, ey oğlum, Allah'ı xatırlamayan bir dəstə ilə onu zikr etməyən, onun adını çəkməyən, ondan danışmayan, onu xatırlamayan, Rasulundan söz etməyən, məclis qurmayan kəslərlə bərabər oturma. Əgər sən cahil olsun, sənin cahilliyini daha da artıracaqlar. Azğınlığını daha da çox edəcəklər. Dünyaya hərisliyi artıracaqlar. Çünki yalnız maldan, dövlətdən, ticarətdən və bundan, evdən, eşikdən, qadınlardan, evlənməkdən danışacaqlar. Sənin Allaha və axirətə olan həvəsvi deyil, Allahdan qeyrisinə olan həvəsvi artıracaqlar. Və sən bununla daha çox cahil olacaqsan. Daha çox cahil olacaqsan. Alim olsan, nə onlara fayda verəcəksən, nə də özün bir şeydə faydalanacaqsan. Əgər onların üzərinə Allahın lənəti insə, Allahın qəzəbi insə, sən də onlarla bu şeydə şərik olacaqsan. Allahın bəlası sənə də onlarla bərabər gələcək, inəcək və bütün hər biri o məclisdə olanları həyata edəcək. Subhanallah. Onun üçün tövsiyəmiz budur ki, qardaşlarım, hər bir zaman müsəlmana vacib olan, üzərinə düşən salih məclisləri axtarmaq, salih kişilərlə bərabər olmağı istəmək. Çünki qardaşlarım, bu qurtuluşdur.